artıq İlham Əliyevin göstərişi ilə bütün qurumlarda sosial şəbəkələrdən uzaq olun komandası verilibdir. Yəni, dünən yox sırağa gün artıq Təhsil Naziri Emin Əmrullayev də xəbər verdi ki, bütün müəllimlər ancaq Facebook və Twitter'dan başqa bütün sosial şəbəkələrdən uzaq durun. Yəni, sərt qərar deyil, sadəcə təcili tövsiyə olunur, tələb olunur ki, sosial şəbəkələrdə cürbəcür şeylər paylaşılır, onu müəllimlər görməsə yaxşıdır. Yəni, Alyonanı görməsə yaxşıdır. Digər dövlət qurumlarına da bu xəbər verilir ki, xaricdə mehmanın qarşısını ala bilmirlər, bizim qarşımızı ala bilmirlər. Ölkə daxilində insanların sosial şəbəkələrdən uzaq olmasını istəyirlər. Bundan əlavə, hətta yapın, əvvəllər yapda belə bir komanda verilmişdi ki, bütün yapçılar sosial şəbəkə səhifələri olsun və ilimli, səliqəli şəkildə blogerlərə, bizlərə cavab versinlər. Söyüşlə cavab verən o xüsusi qruplar da var. Yüzbaşılar var, onbaşılar var, şeyinin başılar var. Onlar ki, başqa oldular var. Yapın adamlarına da gəlibdi ki, yavaş-yavaş sosial şəbəkədən uzaq olun, İlham Əliyevin gəlinin qəhbəliyini görməyin, üstəlik qızının da şeyi gəlir indi. Qızlarını da yayınlayacaq Mehman Hüseynov. Gicdallah oğlu gicdallah. Bu telefon mənimdirsə, arvad necə mənimdir, bu telefon da mənimdir. İstədiyim yerə girərəm, istədiyim girdirənə baxaram ya taxaram. Sən kimsən hə? Göndər oğlu, göndər. Elə lotusan, bir yolluq interneti bağla. Görüm qabağında dura bilərsənmi? Götümü qayırar bu.